Salam değerli izləyicilər, xoş gördük. Hər birinizin sabahınız xeyir olsun. Değerli izləyicilərimiz, bildiyiniz kimi Ağcaberdi rayonunun Boyat kəndində tikilən evimizdən 961 manat borcumuz qalmışdı. Təşəkkür edirəm ki, yardım edirsiniz o borcumuzu bağlayaq. Bir anamız 2000 rubl göndəribdi. Rasim Ağoğlu'nun kartından 1000 rubl gəlibdi. Rövşən Hüseynov 2000 rubl göndəribdi. Cəlalın adından Ağcaberdili Eliş qardaşımız 1500 rubl göndəribdi. Allah min əvəzin versin. Allah cibini dolu eləsin. İlkin Arazoğlu 3000 rubl gəlib. Təşəkkür edirəm. Aşqa qaqamız 500 rubl İlkin bala üçün göndərib. 500 rubl isə evimizə göndəribdi. Təşəkkür edirəm. Çinarənin kartından 2 dənə 500 rubl pul gəlib. Allah hər birinizdən razı olsun. Allah hər birinizin canınızı sağ eləsin. Ruzi bərəkətinizi Allah Taala bol eləsin.